İnsanın həzm sistemi, dişlər. Məqsəd, insanlarda süd və daimi dişləri öyrənmək. Müxtəlif növ dişləri müəyyən etmək. Müxtəlif növ dişlərin funksiyalarını öyrənmək. Qida əvvəlcə ağız boşluğuna daxil olur. Həzm prosesi ağız boşluğunda qidanı çeynəmədən başlayır. Çeynəmə ağıza daxil olan qidaları dişlərin köməyi ilə kiçik hissələrə parçalanmasını təmin edir. Dişlər üst çənə sümüyü və alt çənə sümüyündə yerləşir. Onlar hər çənədə qövsvarı şəkildə düzülür. Dişlərin hər biri diş minası olaraq bilinən ağ bir maddə ilə örtülmüşdür. Diş minası sərt maddədir və dişləri çürümədən qoruyur. Uşaqlarda olan dişlər süd yaxud ilkin dişlər kimi bilinir. Bunlar sayca 20 ədəddir. Süd dişləri 6-7 yaş aralarında tökülməyə başlayır. Uşağın yaşı artdıqca süd dişləri daha güclü dişlər ilə əvəz olunur. Bunlar daimi dişlərdir. Onlar sayca 32 ədəddir və sayca 20 ədəd olan süd dişindən 12 ədəd çoxdur. Dörd üst və 4 alt çənədə olmaqla 8 ədəd ön kəsici dişlər. Kəsici dişlər hamar, iskənə formalı dişlərdir. Onlar qidanı dişləməyə kömək edir. Kəsici dişlərin yanında köpək dişləri yerləşir. Köpək dişləri 4 ədəddir. 2 ədəd üst və 2 ədəd alt çənədə yerləşir. Onlar iti uclu, kəsici dişlər hamar, iskənə formalı dişlərdir. Onlar qidanı dişləməyə kömək edir. Kəsici dişlərin yanında köpək dişləri yerləşir. Köpək dişləri 4 ədəddir. 2 ədəd üst və 2 ədəd alt çənədə yerləşir. Onlar iti uclu, sivri dişlər olub. Qidanı parçalamaq üçün istifadə olunur. Köpək dişlərin yanında üst və alt çənənin hər iki tərəfində 2 ədəd olmaqla 8 ədəd kiçik ağzı dişlər yerləşir. Kiçik ağzı dişləri daha çox ağızın arxa hissəsində yerləşirlər. Onlar geniş yonulmuş səthə və qabarıq kənarlara malik olduğundan qidanı əzmək və xırdalamağa kömək edirlər. Ağızın arxasındakı dişlər isə böyük ağzı dişlərdir. Onlar alt və üst çənənin hər iki tərəfində 3 ədəd olmaqla 12 ədəddir. Kiçik ağzı dişləri kimi böyük ağzı dişlər də eyni ilə geniş yonulmuş səthə malikdirlər. Və qidanı əzmək üçün istifadə olunur. Böyük ağzı dişləri kiçik ağzı dişlərindən
daha böyük və güclüdürlər. Ancaq bu 12 dişdən əlavə üst və alt çənənin hər iki sonluğunda sonuncu ağzı dişləri 16-25 yaşları arasında çıxır. Bu dişlər ağıl dişi kimi tanınır. Xülasə. Biz ağızdakı qidaları dişlərin köməyi ilə çeynəyirik. İnsan həyatı boyunca 2 dəst diş çıxarır: süd və daimi dişlər. Daimi dişlər 32 ədəd.